Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Allah'ın izni, köməyi ilə bu dərsimizdə kəf hərfinin adi qələmlə yazılışını öyrənməyə çalışarıq. Kəf hərfi 4 hissədən ibarət yazılır. Birinci hissəmiz bu cür kiçik bir hissədir. İkinci hissəmiz əlif hərfi kimi üzü aşağı xəttə qədər, xəttə çatana yaxın azacıq sol tərəfə meyl etdiririk. Sonra üçüncü hissəmiz tamamlanana yaxın azacıq üzü yuxarı və sonra dördüncü hissəmiz. Burada bizim fərqli formada da yazmaq imkanımız var. Necə? Biz edə bilərik birinci hissə əlif hərfi kimi, ikinci hissə, üçüncü hissə və dördüncü hissə. Bu cür də yaza bilərik. Və bizim burada əsas diqqət yetirəcək məsələmiz nədir? Ki, burada çox tez-tez səhvlər olur. Baxın, bu dördüncü hissə adlandırdığımız hissənin əvvəla özünü düzmü yazmışıq? İkinci, yazılış yeri düzgündürmü? İnşallah onu yoxlamağa çalışarıq. Necə yoxlaya bilərik? Baxın, buradan biz bir düz xətt üzü aşağı çəkəriksə, görürük ki, çəkdiyimiz xətt bu dördüncü hissənin sanki bu kənar hissəsi ilə yüngül bir şəkildə toxunaraq keçir. Yəni, amma bu dördüncü hissə xəttdən çölə çıxmır və daxilə də çox daxilə tərəf də yazmamışıq. Deməli, buradan belə nəticə ala bilərik ki, bu cür yazılışını düz yazmışıq. İndi ikinci yazılış formasını necə yoxlaya bilərik? Buradan üzü yuxarı bir xətt çəkərik ki, yuxarıdakı xətt ilə kəsişsin. Bu zaman da görürük ki, bu dördüncü hissənin demək olar ki, tam ortasından keçdi. Məlum olur ki, bu dördüncü hissəni yazılış yeri düzgündür. Yəni, biz çalışaq səhv etməyək ki, bunu yazan zaman nə kiçik yazmayaq bu hissələrdə qalsın, nə də çox böyük yazmayaq ki, bu xətti keçsin. Çalışaq ki, baxın, bu xəttə toxunsun, bu hissəsi də, bu hissəsi də. Əlbəttə, çətin deyil, biraz sadəcə çalışmaq lazımdır. Çalışdıqda inşallah hamısı alınır gözəl bir şəkildə. Bəs daha bir səhv necə edə bilərik? Ümumi və bu hissənin özünün də səhv yazılışını inşallah işarə edərik. Baxın, əvvəla bəzi vaxtlarda bu hissəni səhvən qoymurlar. İkinci, baxın, belə bir sanki ləm hərfi kimi yazılır, yumru kimi. Belə. Amma bu cür olmalıdır. Kəf hərfinin sərbəst formasının yazılışı bu cür olmalıdır. Və burada bayaq dediyimiz kimi, baxın, bu hissə burada yazılar və yaxud böyük yazılar, buradan bir xətt çəksək çölə çıxar və daha bir səhv ki, ona işarə etmək istəyirik. Burada həmzə yazılır səhvən bəzən. Amma burada bildiyimiz kimi həmzə deyil. Bəs hansı hərfdir? İnşallah ona işarə etməyə çalışarıq. Quran-ı Kərimdə bəzi çaplarda, bəzi kəlmələrdə əlbəttə çox gəlmir. Bu cür uzun bir formada kəf və yaxud ləm hərfləri yazılır. Təxminən bu cür. Bu iki hərfi biri-birindən fərqləndirmək üçün kəf hərfinin içərisində kiçik bir kəf hərfi yazılır. Bu cür. Amma biz buraya nəzər salsaq, görərik ki, burada nə yazmışıq? Səhvən həmzə. Deməli, burada həmzə deyil, bu yazılışımız səhv yazılış sayıla bilər. Nə olmalıdır? Kiçik kəf hərfi olmalıdır. Necə ki, burada da yazmışıq kiçik kəf hərfi. İnşallah buna diqqət yetirək, çünki bu cür səhv çox olur. İnşallah indi kəf hərfinin əvvəldə, ortada və sonda yazılışına diqqət yetirək inşallah. Kəf hərfi əvvəldə 3 formada yazılır. Birinci
dəl hərfi kimi yazılır. Baxın, əsas diqqət yetirəcək məsələmiz buradır. Bu hissə gəlir bu cür, amma biraz sanki bu cür davam edir. Baxın, bu hissəni çalışaq, alındıraq. Quran-ı Kərimdə yəqin ki, rast gəlmiş olarsınız bu cür yazıya. İnşallah nümunələr yazarıq. Elə başa düşürəm, tam aydın olar. Məsələ yazaq, kitabun. Yenə də dəl hərfi kimi yazırıq. Baxın, əsas məsələ ki, buranı bu cür biraz sanki bir əlavəsi olur bu hissə kimi. T hərfini də bəzən nöqtələrini bu cür də qoymaq mümkündür. Kitabun. Deməli, biz öyrəndik ki, dəl hərfi kimi yazırıq, sonra bu hissəni gətiririk. Amma fərqli formada da yaza bilərik. Necə? Əvvəl bu hissəni gətirərik. Kiçik bir sağ tərəfə meyl etdirərik. Və dəl hərfi kimi adlandırdığımız hissəsini də sonra buradan davam edərik. Məsələ yazmaq istəsək, kəbir. Məsələ yazmaq istəsək, bu cür də fərqli yaza bilərik. Kəbirun məsələ. Və yaxud bəzən tez-tez yazmaq lazım gəlir. Orada da bu hissəni biz necə yaza bilərik? Elə ilk əvvəldən. Baxın, bu cür yazarıq. Məsələ kəyfə yazmaq istəsək. Görürüz, əvvəldən artıq biz bu hissəni yazdıq. Sonra bu hissəni gətiririk, tamamlayırıq. İnşallah biraz vaxtınızı çox alarıq, amma çalışarıq ki, biraz bol məlumatlar verək. Deməli, kəf hərfinin əvvəldə yazılış birinci formasını hələ öyrənirik. Birinci forması bu cür yazılır. Bu hissəyə diqqət yetiririk. Və birinci formanı 3 formada yazmağı öyrəndik. Əvvəl sanki dəl hərfi kimi yazdıq, sonra bu hissəni gətirdik, biraz bu yana çıxartdıq. Sonra bu hissəni birinci gətirdik, azacıq sol tərəfə əydik, sağ tərəfə əydik. Sonra dəl hərfi kimi və sonra necə yazdıq? Bir ilk başlanğıcdan bu cür yazdıq və kəf hərfini inşallah öyrəndik. İndi isə kəf hərfinin əvvəldə ikinci yazılış formasına baxaq. Deməli, yenə dəl hərfi kimi yazılır. Amma bu zaman heç bir əlavəsi olmur. Sadəcə gördünüz, burada bu cür bir çıxıntısı var idi, amma burada onu yazmadı. İnşallah nümunələri yazaq, tam fikrimiz aydın olar inşallah. Kəf, əlif məsələ yazaq. Dediyimiz kimi dəl hərfi kimi yazırıq. Sonra buradan bu cür kəf və əlif. Sonra kəf və ləm məsələ yazmaq istəsək, yenə də dəl hərfi kimi yazırıq. Və yaxud yazmaq istəsək, kəf, ləm, əlif və yaxud kəllə yazmaq istəsək, yenə də bu cür yazırıq. Kəllə. Əlbəttə, burada da fərqli yaza bilərik. Necə? Gedə bilərik, məsələ kənə yazmaq istəsək, bu yandan başlaya bilərik. Məsələ bu cür. Sonra bu cür. Amma burada da səhv yazma ehtimalı ola bilir. Necə? Məsələ kəf, əlif yazmaq istəsək,
bu cür yazılsa, burada səhv yazmış olarıq. Nəyə görə? Çünki baxın, bu hissədə boşluq yaratdıq. Amma diqqət yetirin, burada bitişdirdik, burada bitişdirdik, burada bitişdirdik və burada bitişdirdik. Amma burada aralı qaldı deyə, burada məsafə qaldı deyə bu yazılış necə yazılış sayılar? Səhv yazılış sayılar. Buna diqqət yetirək inşallah. Deməli, indi kəf hərfinin əvvəldə yazılışının 3-cü formasına baxaq inşallah. Ra hərfində ki biz öyrənmişdik, ra su'bəniyyə, yəni ilan formalı ra. Burada kəf hərfində də kəf su'bəniyyə, yəni ilan formalı kəf hərfi də var. Deməli, bu cür yazırıq. Sonra bu cür. Kəf hərfinin əvvəldə yazılış 3-cü forması. Burada bizim əsas diqqət yetirəcək məsələmiz nə olmalıdır? Baxın, bu hissəyə bərabərdir təxminən. Hətta bu hissə də, bunlar üçü də bir-birinə bərabərdir. Amma səhv yazılışımız necə ola bilər? Səhv yazılışımız bu cür ola bilər ki, məsələ, əvvəla burada gördük, uzun yazdıq, amma burada bəzən qısa yazılır və bu cür bir səhv olur. Necə səhv? Yəni, baxın, bu hissə bu cür, bu hissə amma çox böyük oldu. Bu hissə kiçik oldu. Və yaxud bunun əksinə, məsələ yazılır bu cür. Bu da səhv yazılışdır. Burada da əksinə bu hissə böyük, bu hissə isə kiçik oldu. Amma çalışaq, bax, görürsünüz, burada biz çalışmışıq, eyni olsun. Hər 3 hissəni götürdük, eyni olur inşallah. İnşallah nümunə yazaq. Yenə də kitabun yazaq ki, əvvəldə bayaq yazmışdıq. İndi də bu formada yazaq. Su'bəniyyə forması ilə. Əlif hərfi bu cürdə yazılır. Kitabun. Bu cürdə yazılır, yuxarıda yazdığımız kimi yazılır. Amma burada bir məsələyə də diqqət yetirək ki, bayaq yuxarıda yazmışdıq ki, gərək bitişsin, amma burada əksinə. Məsələ, kənə yazmaq istəsək, məsələ, əgər biz yazıb bu cür bitişdirsək, bu səhv sayılar. Bayaq ki, yuxarıda öyrəndik, bitişdirmək lazım idi, amma burada aralı yazılmalıdır. İnşallah ona da diqqət yetirərik inşallah. İndi isə kəf hərfinin ortada yazılışına diqqət yetirək inşallah. Kəf hərfi ortada necə yazılır? Deməli, kəf hərfinin ortada yazılışını öyrənməmiz üçün özündən əvvəlkinə bildiyimiz kimi bir bitişməsi üçün bir çıxıntı lazımdır. Yəni, bu çıxıntı olmalıdır. Və burada da əsas diqqət yetirəcək məsələmiz buradır. Ki, bura baxın, bu cür boş qalmalıdır. Yəni, səhvən məsələ bu cür yazmayaq. Bu boşluğu, bu məsafəni gözləməliyik inşallah. Kəf hərfinin ortada yazılışına nümunə yazaq.
Mesela həkim. Gördünüz, burada yazdık. Eynən buradakı kimi. Və hətta burada da çalışdıq ki, bu hissəni qoruyaq ki, ora bitişməsin. Ortada da bu cür kəf soğbəniyə yazmaq mümkündür. Elə bu kəlmənin özünü yazaq ki, fikrimizi aydın edə bilək. Yenə də həkim yazaq. Deməli, bu cür də ortada yazmaq mümkündür. Bu cür də ortada yazmaq mümkündür. Amma burada da diqqət yetirin ki, bu hissəni biz qorumağa çalışdıq ki, burada tam bütöv bir şəkildə yazmadıq. Yəni, nə demək istəyirik? Əsas məsələlərdən biri ki, məsələn, yaktub yazmaq istəsək, yaktub. Bu cür olmalıdır ki, baxın, bu hissələri qorumağa çalışdıq. Amma səhv yazılış necə ola bilər? Görürsünüz, burada sanki bir düz xətt kimi getmişdir. Deməli, bu səhv yazılışdır. Bu cür yazıb, inşallah bunları qorumalıyıq. Ələlxüsusən bugün öyrəndiyimiz kəf hərfini, inşallah. İndi isə kəf hərfinin sonda yazılışına baxalım, inşallah. Kəf hərfinin sonda yazılışı da eynən ortada yazılış kimi bir çıxıntısı olmalıdır. Bu istiqamətdə. Bu hissəsi isə B hərfi kimi. Burada da bayaq öyrəndiyimiz kimi kiçik bir kəf hərfi olmalıdır. Amma biz burada diqqətli olaq ki, bu sonda yazılışda bu cür o birinci hissə adlandırdığımız hissə, yəni bu hissə olmur, olmamalıdır. Kəf hərfinin sonda yazılışı nümunə yazaq. Bəzən uzadılır da bu cür. Məsələ yazaq Rabbuka. Görürsünüz bu cür. Bu bu cür də yazmaq mümkündür. Və yaxud yazaq səmək. Səmək. Sonda yazdıq bu cür. Amma burada bizim diqqət yetirəcək bir məsələmiz də var. Nədir? Məsələ, sonda yazılan kəf hərfi özündən sonra
bitişməyən hərflər gələrsə, bu zaman adi sərbəst formasındakı kimi yazılır. Məsələ, İyyəkə yazmaq istəsək, İyyə, burada artıq sərbəst formasında yazdığımız kimi bu kəfdən yazmalıyıq və hətta bu hissəsini də qoyuruq. İyyəkə. Allah hər birinizdən razı olsun. İnşallah növbəti hərfləri də bacardığımız qədər sizlərə deməyə çalışarıq inşallah necə yazılmalıdır. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuh.